Məntiqdən magistr qəbuluna 2 ay düşmüş belə bir suala baxaq. Sualda bizə müxtəlif ölkələr, həmin ölkələrdə yaşayan ümumi hindu sayı, bir də ki, həmin ölkələrdə daha çox hansı hindu tayfaları çoxluq təşkil edirsə, onlar verilmişdir. Mən əlavə vaxt getməsin deyə bəzi verilənləri əvvəlcədən qeyd etmişəm. İndi isə sualın şərtinə tanış olaq görə nə deyir? Birincidə deyir ki, ərazisində yaşayan hinduların sayına görə 3-cü yerdən Boliviyada Purepecha tayfasından olan hindular çoxluq təşkil edirlər. Aha, deməli, saya görə 3-cü. Saya görə 3-cü bizdə hansı olacaq? 6. Və 6 nəyə aiddir? Deməli, Purepechaya. Deməli, gəlin burada Purepechaya nə yazıram? 6 yazıram. Və hansı ölkədən söhbət gedir? Boliviya. Mən də yazdım burada Boliviya. Birinci cümlə ilə işimizi bitirdiyimiz üçün bir dənə plus atıram. Davam edək. Qvatemalada sadalanan 8 dövlətdə olan hinduların sayını göstərən ədədlərin ədədi ortasında bərabər sayda hindu yaşayır ki, onların da çoxu hardandır? Bişkek tayfasındandır. Aha, mən nə etməliyəm? Bizə verilən o 8 dənə deməli sayı toplamalıyam, bölməliyəm saya. Çünki ədədi ortanı tapmalıyam. Ona görə 1/2 üstə gəlinsin 1/5, üstə gəl 2/5 plus 3/3 plus 5/5 plus 6 plus 10 plus 14 bölünsün nə? Bölünsün 8 nədir? O da bərabər nə? 44 bölünsün 8, bu da bizə verəcək 5/5. Aha, deməli bizdə 5/5 nə olacaq? Bişkek tayfası say burada qeyd olunur. Deməli, həmin ölkə hansı idi? Qvatemala. Buna qeyd edək. Deməli, Qvatemalada ümumi hindu sayı bizə 5/5'dir. Onların da çoxu Mişkek tayfasındandır. Yəni burada çaşdırıcı məqam odur ki, bəzi tələbələr elə başa düşür ki, burada 5/5 sırf Mişkek tayfasından olan hinduların sayıdır. Xeyr, burada ümumi hindu sayıdır. Amma həmin hindu tayfası daha çox təşkil edir Qvatemalada məsələn. Burada diqqətli olmaq lazımdır. Çaşdıra bilərlər şərtlərdə. İndi isə davam edək. Nədir başqa bizdə? Deməli, bu cümlədən də istifadə elədik deyə bir dənə plus atıram. Davamında deyir ki, bu ölkələrdən ən çox və ən az hindunun yaşadığı Kanada və Peruda, Maya və Atapask tayfalarından olandan çoxluq təşkil edir. Aha, dəqiq bilmirik hansıdır. Gəlin burada Maya və Atapaskda ölkələri qeyd edirəm. Hansılar ola bilər? Məsələn burada. Burada yazılıb ki, deməli, Mayada olmalıdır Kanada. Ya Kanada olacaq, ya da ki Peru. Kanada olsa, onda Atapaskda nə olacaq? Digəri olmalıdır, düzdürmü? Çünki ikisindən biridir də. Bura Peru yazmalıyam. Yaxşı, birdən onda Mayada Peru olsa, onda Atapaskda nə olacaq? Kanada olacaq. Kanada. Bunu qeyd elədik. Bunlar dəqiq deyil bizdə. Davam eləyək. Hə, bir də burada deyir ki, ən çox və ən az hindunun. Deməli, ən çox və ən az deyirsə, mən nəyi götürməliyəm? Ən az burada 1/2'dir. Bir də ən çox nədir? 14'dür. Hə, bunlar da bilmirik dəqiq hansıdır, amma qeyd eləyə bilərik. Məsələn, Maya deyək ki, 1/2'dirsə, digəri olmalıdır 14. Yaxşı, deyək ki, Atapaskda 14'dürsə, digəri nə olmalıdır? 1/2 bu formada. Deməli, bu cümlədən də tam formada biz istifadə elədik. Davam edək. Əsasən, Cherokeelərin yaşadığı ABŞ-da. Aha, deməli, Cherokeelər harada yaşayıb? ABŞ-da, bunu qeyd edək. Və nə deyir başqa? Bir də bunu silim qarşılıqlı yaranmasın burada. Aha, nə deyir? Deyir ki, əsasən Cherokeelərin yaşadığı ABŞ-da Meksikadakından az, Kolumbiyadakından daha çox hindu var. Deməli, ABŞ-dakı hindu sayı, ABŞ-dakı da Cherokee tayfasından olan idi daha çox. Nədən azdır? Meksika. Mən də yazıram Meksika. Bir də nədən çoxdur? Kolumbiya. Mən də yazdım bunu Kolumbiya. Aha. İndi diqqətli olaq burada. Mənim əlimdə görüm hansı sayılar istifadə olunmayıb. Mən burada 1/2 6 və 14'ü onsuz dairə eləmişəm. Başqa nədən istifadə eləmişəm? Deyək ki, 5/5 düzdürmü? 5/5'i gəlirəm burada qeyd edirəm. 5/5. Bunu da silirəm. Bunu da istifadə eləmişəm. 1/2 istifadə olunub. 1/14 istifadə olunub. 10 qalıb əlimdə. Sonra birinci burada 1/5 qalıb. 1/5. Sonra 2/5 qalıb. 3/3 qalıb. Bir də 10 qalıb. Bu 4 dənədən istifadə eləməmişəm. Bu 4 dənə sırf ölkələrlə bağlıdır. Yəni, həmin ölkələrdə yaşayan ümumi hindu sayından söhbət gedir. Bunlar dəqiq deyil hələ ki. Sonra davam edək. Burada nə deyir? 3,3 milyon hindunun vətənində Chibcha tayfasının nümayəndələri çoxluq təşkil edirlər. Aha, deməli Chibcha tayfasında ümumi hindu sayı nə qədərdir?
daha çox deməli 3/3 bura aiddir. Bunu qeyd elədik. Yaxşı. Bu cümlədən tam istifadə eləmişik. Sonra ən sonda nədir? Zapoteklər Kolumbiyada yaşamırlar. Aha, Zapoteklər Kolumbiyada yaşamırsa, bunu qeyd edirəm burada. Zapotek Kolumbiya üzərindən bir dənə xətt çəkirəm. Hə, bunu bayaq yazdım burada. Burada məsələn 3/3 əslində ora aiddir. Çünki biz 3/3-ün, yəni Çipça tayfasının ölkəsini bilmirik onsuz. Mən bu ədədləri bu müqayisəyə görə qeyd edirəm bayaqları. İndi baxaq burada nə edə bilərik? Məsələn, mən deyək ki, burada necə yaza bilərəm müqayisəni? Məsələn, bu formada yaza bilərəm 1/5, 2/5, 3/3 və yaxud da 1/5, 2/5, 10 kimi də yaza bilərəm. Amma 3/3-ü ortaya yaza bilmirəm. Niyə yaza bilmirəm? Çünki 3/3-də Çipça tayfasıdır. Amma mən görürəm ki, orta hissədə ABŞ-dır. ABŞ da hansı idi? Cherokee-lər idi. Ona görə mən 3/3-ü ortaya yaza bilmirəm. 3/3 harda ola bilər? Ancaq axırda ola bilər. Aha. Artıq buradan məlumdur ki, məndə Kolumbiyada yaşayan ümumi hindu sayı nə qədərdir? 1/5. Meksikadakı da ya 3/3-dür, ya da 10-dur. Hə, Amerikada əslində bəllidir artıq bizə. Amerikaya gətirib burada 2/5-i yaza bilərəm. Bunu da qeyd elədik. Baxaq başqa nə edə bilərik burada. Burada istifadə eləmədiyimiz cümlə hansıdır? Ən sonuncu. Deyir ki, burada Zapoteklər Kolumbiyada yaşamırlar. Zapotek Kolumbiyada yaşamırsa, belə çıxır. Zapoteklər Kolumbiyada yaşamırsa, harda ola bilərlər onda? Burada bir dənə şeyə diqqət yetirmək lazımdır ki, mən Kolumbiyanı bilirəm ki, 1/5-dir. Ümumi hindu sayı, düzdürmü? Hara yaza bilərəm? 1/5-dirsə, mən Kolumbiyanı buraya yaza bilmərəm. Niyə yaza bilmirəm Kolumbiyanı? Çünki 3/3-dür aşağısında, düzdürmü? Zapotekləri də yaza bilmirəm. Çünki burada şərtlədir ki, Zapoteklər Kolumbiyada yaşamırlar. Bir dənə yaza biləcəyim yer haradır burada? Conubo. Conubo'ya yazıram. Kolumbiya. Bir dəfə də deyirəm. Mən burada Kolumbiyanı yaza bilərəm hal-hazırda 3 dənə yerdə. Amma mən artıq bilirəm ki, 1/5 nəyə aiddir? Kolumbiyaya. Burada da 3/3-dür. 3/3 olduğu üçün mən bura yaza bilmirəm. Yaxşı, şərtdə də deyir ki, mənə Kolumbiyada yaşamır Zapoteklər. Ona görə bu hissəyə də düşə bilməz Kolumbiya. Avtomatik hara düşür? Conubo'ya. Deməli, buraya qeyd edirəm. Deməli, Kolumbiya burada düşəcək 1/5. Bu da hazır. Yaxşı. Başqa nə edə bilərik burada? Zapoteklər Kolumbiyada yaşamırlar. Başqa əlimdə nə qaldı? Hə, burada bir dənə fikir verilən yoxdur sayılarda. O da 10-dur. 10 da avtomatik hara düşür? Bura düşür. Deməli, indi fikir verək. 10 olan hissədə ya Meksika ola bilər, ya da ki, hansı ola bilər? Bir dənə ölkənin adı yoxdur burada. Hə, Honduras. Deməli, məndə bura ya ola bilər Honduras. Ya da ola bilər nə? Meksika. Qeyd elədim Meksika. Bunlar dəqiq deyil. Bu hissədə tutaq ki, birinci Honduras olsa, Zapoteklərdə. Bura avtomatik olmalıdır Meksika və tərsi. Meksika olarsa Honduras da bu olacaq. Belə. Deməli, burada bu xətlə ayırdıqlarımı dəqiq müəyyən eləmək olmur. Digərləri isə artıq məlumdur bizə dəqiq formada. İndi sualın şərtini oxuyaq görək bizə nə deyir. Deməli, sualda bizə nə deyir? Aşağıdakılardan hansı və yaxud da hansılarını müəyyən etmək mümkündür? Aha, 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil edən hindu tayfasının adını 10 milyon təşkil edən. Aha, burada diqqətli olaq. Bizə deyir ki, 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil edən hindu tayfasının adını istəyir. Məndən ölkənin adını istəmir axı. Hansıdır o? Zapoteklər. Deməli, birincisini biz müəyyən edə bilirik. Özə çoxluq təşkil edən sözü var burada. Sonra, ərazisində Conubo tayfasında olan hinduların çoxluq təşkil etdiyi dövləti. Conubo, bəli, Kolumbiyadır. Bunu da müəyyən edə bilirik. Deməli, 2 ilə düzdür. Sonra Meksikada yaşayan hinduların sayı. Meksikada yaşayanı dəqiq bilmirik. Ya 10-dur, ya 3/3-dür. Və burada da görünür. 2 dənə yerə yazmışıq. Düzdürmü? Ona görə 3-ü dəqiq müəyyən eləmək olmur. 1 ilə 2 doğru cavabımızdır. Deməli, burada olacaq cavabımız nə? C variantı. Davam edək. Nə deyir başqa? Aşağıdakı mühakimələrdən hansı mütləq doğrudur? Meksikada yaşayan hinduların sayı Perudakından azdır. Meksikadakı Perudan azdır. Mütləq dəqiq deyil də, çünki təxmini bilirik bunları. Peruda ya 1/2 ola bilər, ya 1/14 ola bilər. Burada 14 də var. Yəni dəqiq bilmirik. Bizə isə mütləq doğru deyir. Deməli, A variantı bizə nədir? Səhvdir. Sonra, Conubodakı say mayalardakından çoxdur. Conuboda nə qədərdir bizdə? Conuboda 1/5-dir. Mayalardan çoxdur özdə. Mayalılar hardadır burada?
Ya 1.2 olar, ya 1.14 olar. Bu da səhvdir, bu da ola bilməz. Sonra deyir ki, ABŞ-da yaşayan Çerokilərin sayı 2.5 milyondan çox deyil. Aha, ABŞ-da 2.5-dən çox deyil. Bəli, bu doğru cavabımızdır. C-dir. Digərlərinə baxaq. Peruda Maya tayfasından olan 1.2 milyon hindu yaşayır. Perunu biz dəqiq bilmirik. Peru hansı? Maya'ya aid ola bilər, Atapascada. Bu da səhvdir. Sonra Purepeçaların sayı mişteklərin sayından azdır. Mişteklərin sayından azdır Purepeça. Xeyr, burada 6-dır Purepeça, amma miştek 5.5-dir. Çoxdur əslində, tərsinədir. Bu da səhvdir. Burada əsas məsələ odur ki, biz ümumiyyətlə dəqiq sayı tapa bilmirik. Yəni Hindu tayfasının dəqiq sayını tapa bilmirik, amma üstün olmağın tapa bilirik. Yəni tutaq ki, burada hansısa bir ölkədə Hindu sayından söhbət gedirsə, orada müxtəlif tayfalar var. Məsələn deyir ki, Cherokeelərin sayı məsələn C variantında nədir? 2.5 milyondan çox deyil. Yəni çox ola bilməz də. Onsuz maksimum bizdə nə qədər saydır? 2.5-dir. Ümumi Hindu sayı bizdə 2.5-dir. Onların da əksəriyyəti nədir bizdə? Cherokee tayfasındandır. Ona görə də heç vaxt 2.5-i aşa bilməz. Məsələ budur. Sonra Kolumbiyada nə qədər Hindu yaşayır? Məsələn bu 87-ci sualda deyir ki, Hindu nə qədərdir? Demir ki, hansı tayfa, sırf tayfanın adını çəkmir. Burada da ümumi Hindu sayını soruşursa Kolumbiyada da nə qədərdir? Deməli 1.5. O da olur nə? A variantı. Belə.